Salam əziz dizaynerlər və dizayn öyrənmək istəyənlər, xoş gördük sizləri. Əslində Instagramda anket eləmişdim ki, növbəti mövzumuz nə ilə bağlı olsun və çox maraqlıdır ki, film mövzusu seçildi. Əslində film mövzusu mənim də çox sevdiyim bir mövzudur, amma bu qədər marağın olacağını düşünmürdüm və çox xoşuma da gəldi açığı. Ona görə bu günlərim tutorialımız belə deyim, film posteri üzərindən olacaq. Mən sizə burada poster yaradılarkən ilk öncə nələrə fikir verilməlidir, bundan əlavə hansı resurslardan istifadə edə bilərik, bunlara baxmaq və göstərmək istəyirəm. İlk növbədə mənə çox sual verilir ki, bəs müəllim, posteri düzəldəndə biz şəkilləri hardan götürə bilərik? Dostlar, mənim ən çox istifadə etdiyim 3 dənə resurs mövcuddur. Bu resurslardan ilk növbədə DeviantArt deyilən bir saytdır. Burada ümumiyyətlə geek insanlar bu saytda çox yaxşı şəkillər tapa bilərlər. Burada bir çox mövzu haqqında, bir çox film və yaxud da ki komiks haqqında şəkillər tapmaq mövcuddur. Məsələn, Predator-la bağlı əgər hər hansısa bir şəkil lazımdırsa, Enter-a vuraraq filmin şəkillərini tapa bilərsiniz. Məsələn, 2025 yazsaq və yaxud da ki, filmin adı Badlands məsəl üçün yazanda gördünüz ki, bir çox şəkil nümunələri çıxır. Bu şəkillərdən istifadə edə bilərsiniz. Digər bir resurs mənbəyim Yandexin şəkil bölməsidir. Buranı çox göstərməyəcəm. Məsələn, burada da şəkli tapıb, yüksək keyfiyyəti seçib şəkli yükləyə bilərsiniz. Bir digər resurslarda wallpaper saytlarıdır. Məsələn, Predator Badlands wallpaper yazsam bir çox şəkilləri əldə eləmiş olaram. Wallpaper Cave mənim ən çox ziyarət etdiyim saytlardan biridir. Buradakı şəkillərdən istifadə edərək poster yarada bilərik. Hər şeydən öncə dostlar, yaxşı araşdırmağı bacarmaq lazımdır. Verilən mövzu ilə əlaqəli olaraq qəşəng research eləməlisiniz. Behance üzərindən, Dribbble üzərindən ümumiyyətlə fərqi yoxdur. Orijinal film posterlərinə baxmaq lazımdır. Bütün bunları elədikdən sonra şərt deyil ki, məsələn, sırf tipik bir mövzu üzərindən poster axtarışına keçəsiniz. Fərqli film mövzularında da olan posterlərə baxmaq lazımdır. Çünki bəzən olur ki, siz oradan ideyanı qapa bilərsiniz. Hər şeydən öncə posteri hazırlayarkən yaxşı olar ki, posterin gövdəsini simple formada ilk növbədə yığasınız. Baxın, məsəl üçün mən hardasa gövdəni hazırlamışam, hələ ki rəngləndirmə, işıq və s. heç bir şey edilməyib. Sadəcə olaraq nəyin harda olacağını təqribi olaraq təyin etmişəm. Ola bilər ki, final versiyada bu dəyişsin, amma ilkin versiyanı yığmaq çox vacibdir. Çünki həm də bəzən olur ki, before after hazırlayan zaman sizin köməyinizə çatır bu. Bir before versiya göstərirsiniz, bir də ki after versiya göstərirsiniz və izləyicilərin də diqqətini cəlb edir. Mövzumuz Predator Badlands filminin posteridir. Hazırda film vizyondaykən deyirəm, belə maraqlı bir poster düzəldək. Və görürsünüz, hal-hazırda gövdən posterim buradadır. Ona görə buradan hələ ki çıxıram, bunu bağlayıram. Keçirəm üzərində işləyəcəyim versiyaya, main versiyaya. Əslində eyni şeydir, sadəcə olaraq onu hər ehtimal ehtiyatda saxlayıram ki, mənə lazım ola bilər. Bu şəkilləri mən sonradan kəsmişəm bu arada, videoda çox vaxtımız getməsin deyə, amma ümumiyyətlə bu videonun hazırlanmasında çox əziyyət çəkmişəm. Ona görə də sizdən sadəcə bəyənməyinizi, eyni zamanda abunə olmağınızı xahiş edirəm, dəstəyinizi məndən əsirgəməyin. Əgər abunə olursa, davam edək o zaman. Deməli, ilk növbədə burada verdiyimiz effektləri gəlin bağlayaq. Bütün vizuallardakı effektləri bağladım. Background'un opacitysini azaltmışdım, bunu artırıram. Bu arada bu tip backgroundları FreePic üzərindən də tapa bilərsiniz və yaxud da ki, yaxşı research eləməklə əldə edə bilərsiniz. Yox, əgər heç bir yerdən əldə edə bilmədiniz, biz dizayner olaraq bizim borcumuzdur zaten bunu sıfırdan hazırlamaq. Biz özümüz hazırlayacaq. Hal-hazırda belə bir backgroundum var və mən bu backgrounddan istifadə etmək istəyirəm. Ümumi bir posterin görüntüsünə baxaq, nəyimiz əksikdir, nəyimiz artıqdır. Baxın,
İlk növbədə görürəm ki, vizualdakı rənglə arxadakı rəngdə müəyyən qədər balanssızlıq var. Müəyyən balans pozulur. Nəyə görə? Çünki burada daha mavimsi bir ton var, amma arxada o tonu görə bilmirəm. Bu problemi aradan qaldırmaq üçün istifadə edəcəyim ən sadə variantlardan biri Hue Saturation funksiyasıdır. Ona görə Image, Adjustment, Hue Saturation bölməsinə klikləyirəm və belə bir panellə qarşılaşıram. Burada Hue bölməsini bir balaca oynadacağım. Görürsünüz, yəni daha çox artıq buradakı rəngə uyğun. Bu arada mən mavi dedim, tam mavi deyil. Yəni yaşılla mavinin qarışığı bir rəng tonu var. Ona görə mən burada Hue-nu tərpədirəm ki, background-dakı rəngi ona uyğun olaraq əldə edə bilim. Hardasa bu rəngi əldə etdiyimi düşünürəm və OK düyməsinə klikləyirəm. Bunu eləyən zaman görürəm ki, mərkəz arxa hissədəki bu qırmızının rəngi dəyişdi. Çünki Hue və Saturation effektini bütün şəklin özünə verir. Bunu aradan qaldırmaq üçün aşağıda Smart Filters bölməsi var. Bura klikləyək və Brush tool'u aktivləşdirək. Brush tool'u aktivləşdirəndən sonra gəlirəm bura, bunun hardness-ını sıfıra endirirəm və opacity-ni də bir qədər azaldıram. Çünki buradakı Hue Saturation effektini masking eləməliyəm, gizlədəcəm. Baxıram burada ağ bilirsiniz ki, geri qaytarır, qara isə edilən effekti gizlədir. Deməli, bunu əvvəlki versiyasına geri qaytardım, gördüyünüz kimi, amma yuxarı hissələr olduğu kimi qalır. Burada bir problem yox. Bizə də bu lazımdır zaten. Burada artıq müəyyən qədər başqa işləri görməliyəm. Şəkli yaxınlaşdıranda aydın şəkildə görsənir ki, mən şəkli kəsən zaman buradakı necə deyim, smoke effektləri yarısını kəsməli oldum. Yəni məcburam, çünki arxadakı o effektləri təmizləyə bilməyəcəyim üçün, yəni çox vaxtımız gedəcək ona. Bunu sonradan özümüz də əlavə edə bilərik və bunu etməyə də bir neçə yolu var. Bunlardan ən optimal variantı brushdan istifadə etməkdir. Brush tool'dan istifadə edəcəyik. Yaxşı olar ki, hər bir şəklin özünün adını verək dostlar. Yəni, bilək ki, hansı layer'dan işləyirik. Bura bir dənə layer əlavə edirəm. Daha sonra brush tool'u aktivləşdirirəm və burada gəlirəm brush bölməsinə. Mənim artıq yüklədiyim bir neçə dənə brush var. Əgər brush tool necə yüklənir bunu bilmirsinizsə, bunu növbəti dərslərdə rəy bölməsinə qeyd edin. Növbəti dərslərdə bunu sizə ətraflı şəkildə izah edin. Mən həmin Smoke-u bu arada internetdən yükləmişəm. Onu bir dənə tez qeydiyyat prosesini, daha sonra yükləmə prosesini göstərim. Sadəcə olaraq failin üzərinə kliklədiniz, üstünə bir dənə vurdunuz və artıq gəldi, bura düşdü. Ən aşağı sətrə gələn zaman Smoke Brush adı yaranır, fail yaranır və bura kliklədikdə, görürsünüz, həmin brush'ı aktivləşdirmiş olur. Brush'ı necə çevirin? Dərhal Window, Brush Settings və Flip çevirdim. Rakursa uyğunlaşdırmağa çalışacağım və biraz uzaqlaşdıranda, daha sonra sağa çəkəndə bura baxıram ki, görün burada vəziyyət necə idi. Opacity-ni biraz azaldaq və bu effekti hələ ki bu şəkildə burada bəzilərini dəyişə bilərəm. Məsələn, 2 dənə bundan qoyandan sonra biraz da bu effektləri istifadə edək. OK. Hardasa buna yaxın bir şey əldə edirik. Burada müəyyən məsələlər var dostlar, hansı ki brush'ın premium olub olmamağından da çox şəxsi. Mən hal-hazırda əldə edə bildiyim ən yaxşı brush'ı əldə etmişəm və bir neçə dənə prosedur icra eləmək istəyirəm. Məsələn, baxın görüm screen-lə verəndə necə görsənir. Əslində pis deyil, screen-lə də pis görsənmədi. Gəlin bu effektin, yəni Ctrl-J ilə kopyasını çıxarım. Bunu orijinal versiyaya qaytarım. Normalı altdakı. Bura yazaq Smoke 1, buna yazaq Smoke 2. Yaxınlaşdırıram. Altdakına masking əlavə edirəm və onun yuxarı hissələrini təmizləyirəm.
Baxıram. Hardasa istədiyimi əldə etməyə yaxınam artıq. Gəlirəm bir dənə də layer əlavə edib buralara da o effektdən verməyə çalışacağım. Amma bu səfər screen-dən istifadə etmək istəyirəm. Rəngin eynisi olmaq üçün. Uzaqlaşdıraq, baxaq. Və bunların ümumi arxa fonuna screen-lə, adi brush-la bir dənə də o parıltı effektini ala bilim deyə çox yox, opacity 10%-lə qoyum. Belə bir parıltı effekti verim. Tamam. Əlimizdə olan brushla ən yaxşı variantını hazırlaya bildik. Ona görə çox vaxt itirmək istəmirəm. Gələk nəyə? Buralara bir maraq qatmaq lazımdır deyə düşünürəm. Çünki mən bu hissəni də necəsə gizlətməliyəm və bunu gizlədə bilməyim üçün də mənə müəyyən bir vizual effekt lazımdır. Öncədən yüklədiyim bir smoke fog var, xoşuma gələn. Bunu açıram Photoshopda. Belə bir smoke'dur. FreePic-dən tapa bilərsiniz. Gəldim. Bunu, baxın, şəklim bunun üzərində olmalıdır. Ona görə Predator yazısını layer olaraq seçirəm. Bunu bura Ctrl-V eləyib atıram bunun üzərinə. Vizualı bir balaca böyütməliyəm. Çünki aşağı hissə var və bu mənə maneə törədir. İndi aşağı hissəni əslində başqa bir şəkildə təmizləməyə çalışacağım. Bunu yerləşdirdim. Bura bir masking əlavə edək, brush'ı götürək və bu hissəni brush'la silirəm. Opacity biraz artırım. Buranı silirəm. Tamam. Rəngin ağ olmağını istəmirəm, çünki Predator mövzusunda ən çox istifadə olan rəng tonlarından biri qırmızı rəngdir. Öncədən təyin etdiyim bir rəng kodu var, qırmızı rəngin kodu BC4B41. Bunu kopyalayaq. Gəldim bura. Hal-hazırda buradayam. Aha. Deməli, yerləşdirəndən sonra bu kodu götürdüm, kopyaladım. Burada rəngi, dostlar, bu effektin üzərinə necə verə bilərəm? Ən asan variantı Blending Options funksiyasıdır. Sağ düyməni kliklədim. Blending Options'ı aktiv edirəm və burada Color Overlay bölməsinə basıram. Bunu etdikdən sonra bu rəngin üzərinə klikləyib rəngi bura paste edirəm. Okey, indi baxaq. Multiply Screen Multiply, baxaq görə hansı daha uyğundur. Lighting necə? Lighting Dodge, Color Dodge, bəyənmədim. Overlay, o deyil. Belə baxıram ki, Multiply-da saxlayıb, opacity-ni bir balaca dəyişdirməklə, bunu da okey etməklə, hardasa o istədiyim tonu əldə edə bildim. Amma burada bir məsələ var, dediyim kimi, xarakterimiz burada kəsilib, tam şəkildə kəsilib. Bunu necə itirə bilərəm? İlk növbədə bunun Smart Object olduğundan əmin olmalısınız, dostlar, %100%. Bunu etdikdən sonra masking əlavə edirəm və daha sonra brush'ı aktivləşdirib. Burada brush bölməsinə gəlib smoke aktivləşdirirəm. Amma bu smoke'dan istifadə edeməyəcəm. Başqa smoke var, fog daha doğrusu var məndə. Tutaq ki, belə bir fogumuz var. Balacalaşdırıram. Opacity çoxdur mu? Qaydasındadır. Buranı gizlədirəm. Tamam. Gizlətdim. Hələ ki, müəyyən şeyləri qaydasında olduğunu görürəm. Amma bəzi problemlər var.
Nədir bu problemlər? Buradakı, məsəl üçün, vizuala baxaq, işıqlandırma problemi var. Arxada belə bir qırmızı sis var, amma ki, bu xarakterin üzərində əks edilməyib. Bunu necə aradan qaldırım? İlk növbədə bunu da yaxşı olar ki, Smart Object-ə çevirək və bura yazaq, Rona var, Enter. Buna bir layer əlavə edib, bunu bura masking edirəm. Masking etdikdən sonra isə bunu screen olaraq aktivləşdirirəm. Bir bu variantı yoxlayacağım dostlar. Gəlin baxaq görə necə bir effekt yaradır. Rəngim buradadır. Brush tool'u aktivləşdirirəm. Bu səfər qayıdıram bu brusha və baxıram. Burada bunu bu şəkildə eləsəm, çox amatör bir görüntü əldə etmiş olaram. Yaxşı olar ki, Layer bölməsindən Gradient Map bölməsini aktivləşdirirsən və onu bura kilitləyirsən. Daha sonra Ctrl-I halına çevirib, negativ hala çevirirsən. Daha sonra bura gəldik. Bunun da rəngini hardasa qırmızı rəng etmək lazımdır. Gəlirəm, bunu color-a çevirirəm. Brush tool'u götürdüm, yaxınlaşıram və buradakı rəngi əvəz edirəm. Görürsünüz? Yaxınlaşdıraq. İncə detalları incə işləmək lazım. Yəni, vaxtım yoxdur, nə bilim, çatdıra bilmirəm və s. Bu tipli şeylər keçmir dizayna. Bunları xırda-xırda işləmək lazımdır. Bu tipli yerləri bəs necə işləyim? Dərhal Pen tool'u aktivləşdirdim. Buradan belə kliklədim. Ctrl-Enter'ı vurub qarışqalandırdım buranı və bunun daxilisinə artıq başlayıram eləməyə. Görürsünüz, kənar heç bir hissəyə müdaxilə etmirəm. Sonra Ctrl-D ilə bağladım, gəldim buranı eləyirəm. Bəli, bir çoxları düşünə bilər ki, yəni bu çox asan prosedurdur. Nə var ki, elə götürünü rəngi dəyişdim? Yox, bu belə deyil. Ctrl-Enter, brush'ı götürdüm. Buradakı xarakterin üzərində, görürsünüz, ağ işıqlandırma var. Bu əslində düzgün deyil. Burada əgər backgroundda bir qırmızı effekt varsa, biz onu burada adaptasiya etməliyik. Necə? Gəldim, yenə eyni qaydada Gradient Map bölməsinə. Bunu bura kilitləyirəm, eyni qaydada Ctrl-I. Burada indi mən baxaram. Bu arada bunun bu hissəsinin kəsimində bir balaca problem görürəm. Bunu Pen tool'la dərhal aradan qaldıraq. Qaydıram bura, brush'ı götürdüm. Bunu alacaq. Screen color lazım. Opacity biraz azaldıralım. Təbii ki, arxa hissələrdə də bu olmalıdır. Bu da belə. Deməli, haradasa artıq konsept hazırdır. Bizim nəyimiz əksikdir burada? İlk növbədə dostlar, uyğun font seçimi etmək lazımdır. İkinci növbədə filmimizin adı var. Bu filmin bir adı var. Bu adı internetdə rahatlıqla tapa bilərsiniz. Mən hal-hazırda bilgin görməyə yükləmişəm. Aha. Predator Badlands. Bunu bura qoydum.
belə yerləşdirirəm, kiçildirəm. Bunu gətirib ən önə atmaq lazımdır. Və buna bir balaca düşünürəm ki, bəlkə estetika qataq, daha maraqlı olsun. Mərkəzləşdirək bunu. Mərkəzləşdirdim. Tam mərkəzdə. İndi baxıram. Nəyin arxasına yerləşdirə bilərəm ki, bu daha maraqlı bir görüntü yaratsın. Bəlkə bu dişin masking eləyim. Belə. Burada əlavə etdim. Balacalaşdırıram. Opacity 100. Sərtlik 100. Sonra xarakterimizi bəlkə ən ön plana gətirək qoyaq. Tam bunun üzərində olsun. Ayağı da bu Predator Badlands sözünün üzərində qalsın. Bura bir kölgə vermək lazımdır 100%. Gəldim. Bunu bura masking eləyirəm. Multiply. Qoydum bura. Brush'ı götürdüm. Buradakı rəngi oğurlayıram və tüzləşdirirəm. Baxaq. Bunun partnasını saldım. Opacity bu qədər okeydir. Tamam. Tamam. Burada bir kölgə verək. Bu arada ayak hissədə problem gördüm. Dərhal. Və əsas məqamlardan biri alt hissəsidir dostlar. Və buna uyğun fon seçmək lazımdır. Bilirsiniz ki, Predator filmi biraz uzayla bağlıdır, biraz fantastika janrındadır, biraz qorxu janrındadır. Buna uyğun bir fon seçmək lazımdır və bir də ki, insanların adlarını yazacaqsınız, xarakterləri. Məşhur aktyorların daha doğrusu və ona görə hər birinə uyumlu olaraq kolonları yerləşdirməlisiniz. Mən hal-hazırda bu çox dərsində 6 nəfər, 3 nəfərin adını yerləşdirəcəm, daha münasib olsun. Çünki aktrisaların, aktyorların adını tam olaraq bilmirəm. Və OK bölməsinə kliklədim. Uyğun font seçmək üçün ən rahat üsullardan biri ChatGPT-yə əslində müraciət etməkdir. Məsələn, bu fontu yoxlamaq istəyirəm, yuxarıdakı nəsə familiyayını getirmədir. Ola bilər. Bu font ola bilər. Məsələn, yükləyək bunu. Və bunlara biraz estetika qatacağım. Bu arada burada bunu regulardan oblik keçirdəcəm. Ya da ki, yox, yuxarıdakini oblik eləyəcəm, aşağıdakini başqa bir şey eləyəcəm. Elifəmin bunun ara məsafəsini biraz açıram. 160. Tamam. Görün nəyim eksikdir, nəyim artıqdır, nəyim böyükdür, nəyim kiçikdir. Ola bilər ki, bu başdakı vizualı bir az balacalaşdırır. Dostlar, ən əsas məsələlərdən biri aşağıda sponsorların, şirkətin adının qeyd olunmalıdır. Yaxşı olar ki, öz loqonuz varsa, öz loqonuzu qeyd edəsiniz və yaxud da ki, rəsmi bir iş görürsünüzsə, həmin şirkətlərin adları mütləq şəkildə qeyd olunmalıdır. Tam mənə uyğun olanı tapa bilmədim. Ona görə Disney qoyacağım, çünki bilirsiniz də Fox'u Disney alır və belə. Sosial media üçün paylaşılacaq
Poster nümunəsindən biridir. A4-də biraz daha fərqli olur proses. Çünki A4-də aşağıda nə bilim musiqi studiyalarının adları qeyd olunur, rejissorun adı qeyd olunur və s. Axır ümumiyyətlə sosial media posterlərində belə çox zaman aktyorların adları qeyd edilmir. Burada sizə göstərmək istədiyim dostlar, müəyyən qədər rəngi necə vermək olar, rəng balansı ilə necə işləmək olar və s. bu tipli üsulları göstərməkdir. Ümid edirəm ki, bəyəndiniz, xoşunuza gəldi. Növbəti videolarda görüşənədək hər birinizdən xahiş edirəm ki, bir daha videomu bəyənəsiniz və abunə olmağı unutmayasınız. Görüşənə qədər.